Hər vaxtınız xeyir olsun. Studiyada İlqar Mehmanoğludur. Bugün media savadlığından və bu istiqamətdə görülən işlərdən danışacağıq. Qonağım Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdürü Səidə Şəfiyevadır. Səidə xanım, salam, xoş gəlmisiniz. Salam, xoş gördük. Səidə xanım, media savadlığının artırılması agentliyi üçün sadəcə maarifləndirici təşəbbüs deyil də, həm informasiya təhlükəsizliyi, eyni zamanda cəmiyyətin davamlı inkişafı baxımından prioritetdir. Bu kontekstdə agentliyin üzərinə hansı öhdəliklər və vəzifələr düşür? Media savadlığının artırılması Medianın İnkişafı Agentliyinin fəaliyyətində strateji istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdi və bu çərçivədə agentliyin üzərinə mühüm vəzifələr düşürdü. İlk növbədə dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsi və informasiya təhlükəsizliyinin təmini əsas hədəf kimi qarşıya qoyulub. Bununla yanaşı media nümayəndələri, dövlət orqan və qurumlarının kommunikasiya məsul şəxsləri, gənclər üçün həyata keçirilən təlimlər, seminarlar və maarifləndirici layihələr vasitəsilə ictimaiyyətin bilik və bacarıqlarının artırılması da prioritet istiqamətlərdən biridir. Eyni zamanda dövlət qurumları, media subyektləri və akademik müəssisələr arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi də diqqət mərkəzində olan məsələlərdir. Medianın İnkişafı Agentliyi üçün media savadlığı sadəcə maarifləndirici bir təşəbbüs deyil, bu həm də cəmiyyətin dayanıqlı inkişafına, eyni zamanda milli informasiya mühitinin formalaşmasına xidmət edən vacib amil kimi dəyərləndirilir. Bəs agentlik media savadlığının artırılması baxımından təhsil müəssisələri olsun, ictimai təşkilatlar və media qurumları ilə hansı əməkdaşlıq edir və bu əməkdaşlığın bir nəticəsi olmalıdır da, o nəticələr nə yerdədir? Bu barədə istəyərdim məlumat verəsiniz. Medianın İnkişafı Agentliyi həm təhsil müəssisələri ilə, həm ictimai təşkilatlarla və media subyektləri ilə media savadlığının artırılması istiqamətində geniş əməkdaşlıq həyata keçirir. Təhsil müəssisələri ilə tərəfdaşlıq çərçivəsində orta və ümumi təhsil məktəblərində şagirdlər üçün infosessiyalar, eyni zamanda pedaqoji heyət üçün xarici ekspertlərin iştirakı ilə teori təlimləri və universitetlərdə seminarlar, birgə vebinarlar təşkil olunur. Mən ötən ilin statistikasını sizin diqqətinizə çatdırmaq istərdim ki, ötən il media savadlılığı həftəsi çərçivəsində Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə 16 ümumi təhsil müəssisəsində 1000-ə yaxın şagirdin iştirakı ilə infosessiyalar təşkil olunmuşdu. Eyni zamanda Özbəkistan nümayəndə heyətinin iştirakı ilə Füzulidə yerləşən Mirzə Uluqbəy adına bir nömrəli tam orta məktəbdə 60 şagirdin iştirakı ilə maarifləndirici görüşlər keçirilmişdi media savadlığı mövzusunda. Bundan başqa Naxçıvanda, İsmayılıda və Qəbələ şəhərində biz müxtəlif ekspertlərin iştirakı ilə 100-dən çox gəncin əhatə edərək təlimlər təşkil etdik. Və deyə bilərik ki, ictimai təşkilatlarla əməkdaşlıq çərçivəsində agentlik könüllülər üçün müxtəlif workshoplar, gənclər üçün təlimlər, maarifləndirici layihələr təşkil edir. Media subyektlərinə gəldikdə isə biz ötən ildə çox geniş maarifləndirici və təşviqat kampaniyaları həyata keçirdik və bu bütün media segmentlərini əhatə etdi. Həm audiovizual medianı, həm rəqəmsal medianı, həm də ki, sosial media segmentini. Təşviqat kampaniyası çərçivəsində süjetlər, podkastlar, rubrikalar, maarifləndirici video çarxlar hazırlanmışdı və yayımlanmışdı və yenə də mən istərdim ki, statistikaya nəzər salaq. Ötən il deyə bilərik ki, sosial mediada 250-dən çox media savadlığı mövzusunda paylaşımlar edilmişdi və onlayn mediada 130-dan çox onlayn media subyektində media savadlığı ilə bağlı materiallar dərc olunmuşdu. Yəni, ümumilikdə biz nəzər salsaq həyata keçirilən bu tədbirlərə və tərəfdaşlıq nəticəsində düşünürük ki, həm iştirakçıların aktivliyi, eyni zamanda ictimaiyyətdə yaranan yüksək maraq onu göstərir ki, yəni bu tərəfdaşlıq uğurlu nəticə verir və təkcə 2024-cü ildə media savadlığı həftəsi çərçivəsində həyata keçirilən layihələrimiz 3 milyona yaxın insana çatmışdı və bu da onu göstərir ki... Bu kifayət qədər böyük rəqəmdir. Bəli, və bu da bizə onu deməyə əsas verir ki, ölkəmizdə həm media savadlığı ilə artırılması istiqamətində media savadlığının təbliği, eyni zamanda dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində uğurlu nəticələr əldə olunmuşdu.
Səidə xanım, media savadlılığı əslində qlobal miqyasda da aktual mövzulardan biridir. Bu baxımdan yanaşsaq, agentlik bu sahədə xarici ölkələr, beynəlxalq təşkilatlarla hansı təcrübə mübadilələrinə əsaslanır və həmin təcrübənin Azərbaycanda tətbiqi hansı nəticələr verir? Bəli, sizin də qeyd etdiyiniz kimi media savatlığının artırılması istiqamətində effektiv nəticələrin əldə olunması baxımından ölkələrarası əməkdaşlıq da mühüm əhəmiyyət kəsb edir və bu xüsusda Medianın İnkişafı Agentliyi həm beynəlxalq təşkilatlarla əməkdaşlıq baxımından, həm də xarici ölkələrin, bir çox ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsinə xüsusi önəm verir. Bu çərçivədə mən qeyd edə bilərəm ki, biz son illər ərzində bir çox ölkələrin aidiyyatı qurum və təşkilatların nümayəndələri ilə bir çox işgüzar görüşlər keçirmişdik və Çin, Özbəkistan kimi ölkələrlə qarşılıqlı səfərlər təşkil olunmuşdu və bu görüşlər, səfərlər zamanı aparılan təcrübə mübadiləsi zamanı həm informasiya siyasəti, həm dövlət qurumları ilə media arasında əlaqələrin qurulması, ümumiyyətlə media sahəsində əməkdaşlığın genişləndirilməsi, daha sonra rəqəmsal kommunikasiya strategiyaları barədə müzakirələr aparılmışdı və bu təcrübələr onu göstərir ki, Azərbaycanda da, yəni həm informasiya siyasəti sahəsində, həm dezinformasiyaya qarşı yeni metodların öyrənilməsi və yeni, belə deyək, yanaşmaların effektiv tətbiqinə şərait yaradılmışdı. Və xüsusilə mən qeyd etmək istərdim ki, həyata keçirilən bu tədbirlər, görüşlər, səfərlər, daha əvvəl qeyd etdiyim müxtəlif ölkələrlə aparılan təcrübə mübadilələri həm media savadlılığının artırılması istiqamətində ölkəmizdə, yəni cəmiyyətdə bununla bağlı media savadlılığı səviyyəsinin yüksəldilməsi, həm informasiya təhlükəsizliyinin təmini, həm də dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsi və yeni metodların öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Təşəkkür. Səidə xanım, artıq bir neçə ildir ki, ölkəmizdə media savadlılığı həftəsi keçirilir. Dövlət qurumları, özəl sektor, ekspertlər və digərləri iştirak edirlər. Bu cəmiyyətimiz üçün nə verir və bu tədbirin miqyasının genişləndirilməsi baxımından hansı planlar var? Artıq bir neçə ildir ki, Media Agentliyi tərəfindən həyata keçirilən media savadlılığı həftəsi çərçivəsində müxtəlif, belə deyək, həm tərəflərin iştirakı ilə, burada həm dövlət qurumları var, həm özəl sektor, həm akademik müəssisələr, eyni zamanda xarici ekspertlərin iştirakı ilə keçirilən bu savadlılıq həftəsi ölkəmizdə media savadlılığının artırılmasına mühüm töhfə verir. Qeyd etmək istərdim ki, ötən il ərzində, 2024-cü il ərzində ümumilikdə 20-yə yaxın regionda 650-dən çox gəncin iştirakı ilə maarifləndirici tədbirlər həyata keçirilmişdir. Və ümumiyyətlə, ölkəmizdə media savadlılığı ilə bağlı fərqindəliyin artırılması, qeyd etdiyim kimi, həm informasiya təhlükəsizliyinin təmini, həm tərəflər arasında koordinasiya və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün biz ötən ildə, 2024-cü ilin dekabr ayında artıq 3-cü media savadlılığı həftəsini keçirdik və bu həftə çərçivəsində də 500-dən çox gəncin iştirakı ilə və xarici qonaqların iştirakı ilə növbəti media savadlılığı konfransı təşkil olunmuşdu. Və mən xüsusilə qeyd etmək istərdim ki, həyata keçirilən təlimlərin əhatə dairəsinin genişləndirilməsi baxımından ölkəmizdə bu sahədə ilk açıq onlayn platforma olan və agentlik tərəfindən yaradılan media savadlılığı platformasında media savadlılığı ilə bağlı bələdçi, blog, webinar və onlayn kurs alt bölmələri istifadəyə verilmişdi və biz gələcəkdə də bu təşəbbüsün əhatə dairəsinin genişləndirilməsi, daha çox tərəfdaşların cəlb olunması və regional səviyyədə layihələrin artırılması üçün və eyni zamanda rəqəmsal platformalarda yeni alətlərdən istifadəni planlaşdırırıq. Səidə xanım, sizə işlərinizdə uğurlar arzulayırıq və vaxt ayırıb gəldiyiniz üçün təşəkkür edirik. Dəvətiniz üçün mən təşəkkür edirəm. Sağ olun. Belə, biz media savadlılığından və bu istiqamətdə görülən işlərdən danışdıq. Qonağım Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva idi, aparıcı isə mən idim, İlqar Mehmanoğlu. Sağ olun, sağlıqla qalın.